Salam, hər vaxtınız xeyir. Bu dərsimizdə isə biz aktiv direktordan danışacağıq. Bu videoda biz xüsusilə nəzəriyyəyə fokuslanacağıq. Hansı ki, biz burada terminologiyadan, ümumi olaraq istifadə olunan protokollardan, portlardan və bunun haqqında bunun ətrafında formalaşan anlayışlardan danışacağıq. Növbəti dərsdə isə mən çalışacağam bunun daha çox praktik tərəfini sizə izah eləyim. Hansı ki, virtual maşın üzərində aktiv direktoru serveri quraşdırmağa baxacağıq və eyni şəkildə icazələrin və sair idarə olunması prosesinə də birlikdə göz gəzdirəcəyik. Eyni şəkildə hər zaman olduğu kimi bu video ilə bağlı bir sualınız yaransa, zəhmət olmasa kommentlərdə bunu mənə yönləndirərsiniz. Mən bacardığım qədər kommentləri də cavablandırmağa çalışacağam. Daha çox bu tərz video üçün videonu bəyənməyi və kanala abunə olmağı eyni şəkildə unutmayın. Ümumi olaraq aktiv direktor nədir? Buna toxunaq. Aktiv direktoru Microsoft tərəfindən təklif olunan bir kataloq sistemidir. Hansı ki, biz burada istifadəçiləri, qrupları, xidmətləri, cihazları və buna bənzər digər resursları rahatlıqla idarə edə bilirik. Bunun üçün də təhlükəsizlik üçün icazələr də mövcuddur və ən əsası idarə etmə məqsədilə istifadə olunur. Keçək növbəti slayda. Burada eyni şəkildə bayaq verdiyimiz ümumi izahla bağlı başqa anlayışlar da qeyd olunub. Kataloq xidməti dediyimiz kimi, yəni direktory sistemdir, servisdir. Microsoft tərəfindən Windows domen şəbəkələri üçün hazırlanmış, əksər Windows server versiyalarına inteqrasiya olunmuş xidmətdir. Bunda əsas təklif etdiyi üstünlüklər nədir? Bayaq dediyimiz kimi, mərkəzli idarə etmə təklif eləyir. Yəni sizin böyük bir şirkətiniz olduğunu nəzərə alın və bu şirkətlərdə sizin müxtəlif hissələriniz mövcuddur və bu hissələrin hər birinə bir cihaz vermisiniz. Təbii ki, siz bu hissələrin hər birinin cihazını və işçilərin ümumi icazələrini ayrı-ayrılıqda idarə edə bilməzsiniz. Həm vaxt cəhətdən, həm də resurslar baxımından bu sizin üçün çox çətin olar. Bunun üçün biz bu cihazları və istifadəçilərin icazələrini bir mərkəzdən aktiv direktor üzərindən idarə eləyirik. Eyni şəkildə təhlükəsizlik məqsədi ilə də istifadə olunur. Əlavə olaraq inteqrasiya da təklif edir. Yəni hal-hazırda aktiv direktordan əlavə olaraq günümüzdə getdikcə populyarlaşan Azure-dan istifadə olunur. Azure aktiv direktorunun cloud üzərindəki versiyası olaraq nəzərdə tuta bilərsiniz. Bu on-premise ilə cloud-based fərqlərini belə deyim özündə ehtiva eləyir. On-premise-də yəni aktiv direktorda fərq nədən ibarətdir? Siz özünüz belə deyim, aktiv direktor quraşdırılan avadanlıqları, serveri idarə eləməlisiniz, onun havalandırmasıdır, baxımlardır. Bunu siz fiziki olaraq həyata keçirməlisiniz. Azure-da isə belə deyil. Azure-da siz deyək ki, bir cloud xidməti əldə etmisiniz. Bu zaman bütün məsuliyyətlər infrastrukturun idarə olunmasıdır, qurulmasıdır, buna nəzarətdir. Bu eyni şəkildə Microsoft-un özü tərəfindən və yaxud deyək hər hansı bir cloud providerini almısınız, bunun özü tərəfindən idarə olunur. Növbəti slaydda biz bir daha aktiv direktorunun əsas məqsədlərindən danışırıq. Aktiv direktoru domain servis, yəni ADDS, aktiv direktorunun əsas istifadə olunan funksiyasıdır, toollarından biridir. Hər bir Windows domain şəbəkəsinin əsasını təşkil edir. Aktiv direktor domain servis xidmətini işlədən serverə domain nəzarətçisi deyilir. İndi mən aktiv direktorun ümumi strukturundan da danışacağam sizə nümunələr verərək. Ancaq aşağıdakı məlumatları da göz gəzdirək. Əsas məqsədlərindən biri bayaq dediyimiz kimi məlumatları saxlama. Əslində belə də düşünə bilərsiniz. Aktiv direktor kataloq xidmətidir. Əlavə olaraq bir databaza kimi də düşünə bilərsiniz. Hansı ki, öz içində istifadəçi məlumatları, qrup məlumatları, icazələr, avadanlıqların səlahiyyətləridir və s. bunu da ehtiva eləyir. Bu səbəbdən bəzən database olaraq da adlandırıla bilir. Yəni xüsusiyyətlərindən biri də eyni şəkildə budur. Daha sonra etimadnamə yoxlaması nəzərdə tutulur. Burada söhbət autentikasiya və avtorizasiyadan gedir. Giriş zamanı autentikasiyanı həyata keçirir. Bunun üçün də müxtəlif protokollardan istifadə eləyir. Məsələn, LDAP buna bir nümunə olaraq verilə bilər. Növbəti slaydlarda da bunun haqqında yenə detallı şəkildə danışacağıq. Daha sonra hüquq idarəçiliyi hissəsi mövcuddur. Resurslara giriş hüquqlarını müəyyənləşdirir. Bu da eyni şəkildə informasiya təhlükəsizliyi aspektində bizə dəstək olur. Burada söhbət polislərin, icazələrin idarə olunmasından gedir. Keçək bir növbəti slayda. Aktiv direktoru quraşdırma prosesindən daha öncəsində mən aktiv direktorun ümumi strukturunu sizə izah eləmək istəyirəm. Deyək hər hansı bir, məsələn deyək böyük bir şirkətdə çalışırsınız. Bu şirkətin bir neçə müxtəlif ölkədə filialları mövcuddur və bu ölkələrin hər birində də bir neçə dənə fərqli lokasiyada eyni şəkildə ünvanlarımız mövcuddur. Bunların hər birinin işçisi və onların istifadə etdiyi cihazlar ayrıca olaraq domenlər adlandırıla bilər. Bu domenlərin hər biri domen kontroller tərəfindən idarə olunmalıdır. Bundan öncəki slaydlarda bunun haqqında danışmışdıq. Mən çalışacağam detallı izahat verim eyni şəkildə. Məsələn deyək bizim ofisimizdə, məsələn Kronos tədris mərkəzinin ofisində deyək 6 dənə müxtəlif cihaz var. Buradakı cihazların hər birini idarə etmək, hansı ki informasiya təhlükəsizliyi addımları tətbiq etmək və s. bir-bir hamısına tətbiq etmək istəsək, bu bizim üçün çox yorucu və uzun bir proses olar. Bunun üçün biz bu avadanlıqların hər birini bir aktiv direktor üzərində cəmləşdiririk və domen kontroller dediyimiz, hansı ki mərkəzi cihaz olaraq istifadə etdiyimiz cihaz üzərindən bunların hər birini idarə edə bilirik. Burada söhbət sadəcə təhlükəsizlikdən getmir. Deyək müxtəlif bir
giriş-çıxış icazələri tətbiq eləmək istəyirsiniz. Hansı ki, məsələn deyək, dərs saatımız bizim saat 7-dən 9-a qədərdir. Onun daha öncəsində istəyirsiniz ki, kompüterlər heç bir halda istifadə oluna bilməsin. Və yaxud əlavə olaraq deyək, hər birinin arxa plan şəklini dəyişdirmək istəyirsiniz. Bunu da eyni şəkildə domain controller üzərindən idarə edə bilərsiniz. Deyək, məsələn, Kronosun müxtəlif filialları mövcuddur. Biri deyək, məsələn, Nərmanovdadır, biri Sumqayıtdadır, biri fərqli bir şəhərdə yerləşir. Bunların hər biri ayrı-ayrı domain controllerlar tərəfindən idarə olunur. Bu domain controllerlar birləşərək bizim tree adlandırdığımız strukturu əmələ gətirir. Bu tree bayaq da qeyd etdiyimiz kimi öz içində domain controllerları ehtiva eləyir. Domain controllerlar da öz növbəsində domainləri, cihazları, istifadəçiləri ehtiva eləyir. Aktiv direktorda istifadə olunan saxlanılan məlumatlar aktiv direktoru obyekt adlandırılır. Bu obyektlərin hər birinin də atributları mövcuddur. Deyək, hər hansı bir istifadəsini biz aktiv direktorda qeydiyyatdan keçirmişik və onun səlahiyyətlərini və s. idarə etmək istəyirik. Eyni şəkildə həmin istifadəsinin atributlarını da biz yaratmalıyıq və onu idarə etməliyik. Atribut dedikdə nə nəzərdə tutulur? Məsələn, istifadəçi üzərindən geçsək, bir istifadəçinin adı, soyadı, onun e-post ünvanı və s. həmin istifadəçinin atributları olaraq nəzərdə saxlanılır. Qayıdaq bayaqkı nümunəmizə, tree strukturuna. Dedik ki, domainlər birləşərək domain controllerları yaradır. Hansı ki, bu domain controller ümumi bütün domainləri idarə eləyir. Daha sonra domain controllerlar birləşərək tree adlandırdığımız strukturları yaradır. Məsələn, deyək, artıq Kronos gələcəkdə fərqli bir ölkədə də eyni şəkildə fəaliyyət göstərməyə başlasa, bu zaman artıq orada olan yeni bir tree strukturu ilə birləşərək bizim forest dediyimiz anlayışı əmələ gətirirlər. Bu forestlərdə də öz belə deyim növbəsində treelər olur. Treelerin altında domain controllerlar, onların altında da domainlər olur. Mən özüm bir neçə dəfə təkrarlayıram ki, mümkün olduğu qədər yaxşı şəkildə sizin yaddaşınıza həkk olunsun. Burada quraşdırma prosesi izah olunur. Buna göz gəzdirə bilərsiniz. Mən bir-bir izah eləməyəcəm. Amma ümumi olaraq nəzərinizdə olsun ki, aktiv direktorun quraşdırma prosesi server manager vasitəsilə aparılır. Yəni siz server meneceri quraşdırdıqdan sonra aktiv direktor sizə tələb eləyir ki, ya hal-hazırda olan bir domainə yönlənəsiz, həmin domeində əməliyyatlarınızı icra eləyəsiz. Yox, əgər sıfırdan yaradırsınızsa da oradan sizdən tələb eləyir ki, istifadəçilərə yaradasınız, səlahiyyətlər təyin eləyərsiniz və bunun kimi prosesləri icra eləyəsiniz. Keçək növbəti slayda. Burada əsas parametrlər qeyd olunub. Domain konfiqurasiyası hissəsi mövcuddur. Bayaq dediyimiz kimi server manager tərəfindən siz artıq deyək ki, domain controller'ı quraşdırdınız. Artıq domainlər yaradırsınız. Bunun üçün yeni domain yaratmaq lazımdır server managerin içində və yaxud qeyd etdiyimiz kimi mövcud domainə əlavə etmək seçimi mövcuddur. İlk domain controller üçün mütləq yeni forest yaradılmalıdır. Daha sonra domain adı hissəsi mövcuddur. FQDN burada Fully Qualified Domain Name sözünün qısaltmasıdır. Burada əsasən biz domain adı təyin etməliyik. Məsələn, deyək ki, Azərbaycanda olan filialımız üçün biz ümumi olaraq domain anlayışını biz göz gəzdirək. Domain anlayışından bundan öncəki dərslərdə danışmışdıq. Çox detalına girməyəcəm. Amma bizdə aktiv direktorda olan domenindən söhbət gedən zaman məsələn deyə bilərik ki, kronos.com. Bu bizim ana domenimiz olacaq. Daha sonra deyək bizim Azərbaycandakı filialımız üçün deyək kronos.com, Nərmanov üçün olsa nərmanov.azərbaycan.kronos.com. Sonra deyək artıq bunun öz içində biz müxtəlif səlahiyyətlərə bölmək istəyirik, hansı ki, işçilərin vəzifəsinə əsasən. Deyək bizim bir marketinq komandamız var. Bu zaman biz marketinq.nərmanov.azərbaycan.com kronos.com domain adını istifadə edə bilərik. Yəni bu dediyimiz struktur da getdikcə böyüyür, hansı ki, bu lokasiyadan, verilən səlahiyyətlərdən və s. asılı olaraq dəyişir. Daha sonra qlobal kataloq və DNS seçim hissəsi mövcuddur. Burada isə əsasən biz rolları aktiv edirik. Bayaq dediyim məsələn marketinq üçün siz ora rolları əsayin edirsiniz və yaxud digər bir vakansiyaya, vəzifə üçün də eyni şəkildə rolları oradan əsayin edib idarə edə bilərsiniz. Əlavə olaraq burada DSRM parolu hissəsi mövcuddur. Burada Directory Service Restore Mode sözlərinin qısaltmasıdır. Deyək ki, siz hər hansı bir şifrəni unutmusunuz və yaxud belə deyim, yeni bir şifrə təyin etmək istəyirsiniz. Bu zaman siz DSRM-dən istifadə edə bilərsiniz. Bərpa zamanı istifadə üçün güclü parol təyin edilməlidir və mütləq qeyd olunmalıdır. Siz DSRM parolunu təyin etdikdən sonra, əlavə etdikdən sonra sizdən yeni bir parol təyin istəniləcək və siz bu parolu daxil edərək də eyni şəkildə həmin domeni parolunu dəyişə biləcəksiniz. Keçək adi LDS-ə. Burada yüngül kataloq xidmətidir. Deməli, söhbət burada nədən gedir? Deyək siz, bayaq da dedik ki, məsələn, aktiv direktoru ümumi olaraq resursları, icazələri və s. idarə etmək üçündür. Bu zaman
hər bir belə deyim, istifadəçi uyğun olduğu domenin altında və yaxud əsən olduğu domenin altında bəzi resurslara icazə tələb eləyə bilər. Bu sadəcə belə uzun bir prosesdir. Deyək, hər bir istifadəçi yalnız özünün aid olduğu domenlə hansısa bir resursu tələb eləyə bilər. Bunun yerinə biz LDAP protokolundan istifadə edirik. Bu protokol əsasən autentifikasiya üçün nəzərdə tutulmuş bir protokoldur. Yəni siz bu zaman spesifik olaraq hansısa bir serverdən məlumatları əldə etmək yerinə ümumi olaraq LDAP-ə bir sorğu yönləndirirsiniz. LDAP də eyni zamanda bir neçə dənə domen kontrollerlara, yəni serverlərə quraşdırılmış olur. Bunlar üzərindən sizin ehtiyacınız olan resurs autentifikasiya prosesindən sonra sizə təqdim oluna bilir. Bu da avtorizasiya prosesi ilə həyata keçirilir. Autentifikasiya və avtorizasiyadan danışmışdıq. Qısaca bir yenə eyni şəkildə izahat verim. Autentifikasiya təqdim etdiyiniz məlumatlara əsasən sizi sistemə loqin eləyir. Avtorizasiya prosesi isə müxtəlif icazələrin sizin adınıza və autentifikasiya metodunuza görə sizə aid olub-olmadığını yoxlamaq üçün istifadə olunan bir anlayışdır. LDAP nisbətən daha kiçik bir anlayışdır və ümumi strukturlaşdırma məqsədinə istifadə olunur. Bayaq da qeyd etdiyimiz kimi əsas olaraq autentikasiya və avtorizasiyanı icra eləyir və ehtiyac olan resursları istifadəçilərlə təmin edir. LDAP-dən artıq müəyyən qədər biz danışdıq. Burada mərhələli şəkildə izah olunubdur. Burada eyni şəkildə istifadə olunan standartları da göz gəzdirə bilərsiniz. Ümumi olaraq aktiv direktor nədir? Mərkəzləşdirilmiş idarəetmə mərkəzidir. Yəni belə də nəzərdə tuta bilərsiniz. Bayaq da qeyd etdiyimiz kimi burada resurslar, istifadəçilər, qruplar və bunun kimi bir neçə müxtəlif resurslar idarə oluna bilər. Təhlükəsizlik və digər aspektlərdən təbii ki. Daha sonra biz gələk, bunun haqqında artıq danışmışdıq. Yenə bir ümumi summarize eləyək. Aktiv direktorun əsas funksiyaları nədir? Autentifikasiya, avtorizasiyadır. Kerberos və NTLM protokollar vasitəsilə istifadəçi adları və şifrələri yoxlayır, giriş hüquqlarını dəqiq müəyyənləşdirir. Burada Kerberos eyni şəkildə autentifikasiya üçün istifadə olunan protokollardan biridir. LDAP-la müəyyən fərqləri var. Bu dərsdə mən onu çox detallı giriş etməyəcəm. İnşallah növbəti dərslərdə bunun haqqında danışarıq. Daha sonra təhlükəsizlik siyasətləridir. Qrup policy objects vasitəsilə şəbəkə daxilindəki vahid təhlükəsizlik qaydaları bütün cihazlara avtomatik olaraq tətbiq edilir. Biz bayaq dedik ki, məsələn, orada müəyyən qədər obyektlər mövcuddur. Məsələn, istifadəçilər obyekt sayılır, qruplar obyekt sayılır və yaxud orada olan avadanlıqlar, resurslar eyni şəkildə obyekt sayıla bilər. Bu obyektlər organizational unit, yəni OU adlandırdığımız anlayışlar tərəfindən idarə oluna bilər. Məsələn, siz deyək bir neçə dənə müxtəlif istifadəçini bir organizational unitin altında toplayırsınız. Bu zaman siz qrup policy object üzərindən ona vahid təhlükəsizlik qaydaları tətbiq edə bilirsiniz. Yəni siz bu zaman girib userların hər birinə ayrı-ayrı təhlükəsizlik qaydaları tətbiq etməyinizə ehtiyac yoxdur. GPU-lar üzərindən eyni şəkildə onları vahid mərkəzdən də idarə edə bilirsiniz. Daha sonra ən vacib hissələrdən biri də yenə bayaq da dediyimiz kimi resurs idarəçiliyidir. İstifadəçilər və qruplara fayl serverləri, printerlər və digər şəbəkə resurslarına dəqiq icazələr verilir. Yəni aktiv direktoru, yəni enterprise səviyyəli bütün şirkətlərdə istifadə olunan və gündəlik həyatı rahatlaşdıran həm təhlükəsizlik baxımından, həm vaxt və pula qənaət baxımından bir sistemdir. Nəticə olaraq aktiv direktorun strateji əhəmiyyəti müasir Windows mühitlərində etibarlı və təhlükəsiz şəbəkə idarəçiliyinin təməlini qoyur. Düzgün quraşdırma və konfigurasiya şəbəkənin həm performansı, həm də təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır. Bir neçə burada əsas başlıq var, hansı ki aktiv direktorun xüsusiyyətlərini ehtiva eləyir. Danışmışdıq ki, etibarlıqdır, mərkəzləşdirilmiş idarə olunduğu üçün genişlənmədir. Deyək, siz artıq yeni filiallar açdıqsa və yaxud yeni hisslər qəbul etdikcə aktiv direktor üzərindən bunu rahatlıqla idarə edə bilərsiniz. Orada fərqli istifadəçiləri, fərqli belə deyim, icazələri rahatlıqla eyni şəkildə idarə edə bilərsiniz. İnteqrasiya hissəsi də çox rahatdır. Bayaq biz danışdıq cloud base və yaxud on-premise. Bunu da deyək, siz artıq bir cloudda da mühitiniz mövcuddur. Həmin cloud mühitində eyni şəkildə sizin on-premise mühitinizə inteqrasiya edə bilərsiniz. Bu zaman siz hibrid bir mühit yaratmış olacaqsınız. Autentifikasiya baxımından da bu sizə çox böyük dəstək olur. Bu dərsdən bu qədər. Mən çalışacağam növbəti dərslərdə bunun bir praktik tərəfini də sizə göstəreyim. Hansı ki, VirtualBox üzərində biz praktik olaraq quraşdıracağıq və icazələri, istifadəçiləri orada müəyyən eləyəcəyik. Bu dərslik bu qədər. Növbəti videolarda görüşənədək diqqətiniz üçün təşəkkür edirəm.